Salam uşaqlar, bugünkü dərsimiz Nadir Şah İmperiyası dərsidir. Başlayaq dərsə Nadir xan Səfəv ölkəsinin nəzarəti ələ keçirdikdən sonra Səfəv dövlətinə vəkil kimi real hakimiyyətə malik olsa da, bununla kifayətlənməyərək 1736-cı ildə Suqavuşan adlanan yerdə Muğan qurultayı yığdı və qurultaya özünü şah seçmək üçün təşkil olunmuşdu. Və bura yığılanlar isə Səfəv taxtına kimin keçəcəyini tapmaq üçün, yəni müzakirə etmək üçün yığılmışdılar. Hətta Ramazan bayramında hətta burada qeyd edirdilər. İndi baxaq 1736-cı ildə Muğan qurultayında nələr oldu? Nadir xan özünü şah elan etdi, Əfsərlər dövlətini yaratdı. Səfəv sonrasının hakimiyyətinə isə son qoyuldu. Muğan qurultayında Nadir şaha qarşı çıxan şəxslər və tayfalar var idi. Gəncə Bəylərbəyli idarə edilən Ziyad oğullar, Qarabağın Osukilər, Kəvirli və Cavanşir tayfaları da buna qarşı çıxmışdı. Və Nadir şah bunlara qarşı sərt cəza tədbirləri həyata keçirmişdi. Nə etmişdi? Ailələrlə birlikdə Xorasana sürgün etdi. Qarabağ Bəylərbəylinə adılan Borçalı, Qazax və Şəmkətdil mahallarını özündən asılı olan Gürcü hakiminə vermişdi və gələcəkdə bu isə Azərbaycan tarixi üçün mənfi bir addım olacaqdı. Qarabağ Bəylərbəylinə tabe olan mərkəzlər isə öz idarələrində sərbəstçiliyi vermişdi. Nadir şahın dövlət yaratmaq və mərkəzləşmiş hala salmaq üçün bəzi islahatları var idi. Məsələn, baş vəzir Sədrəzəm vəzifəsini ləğv etmişdi, sadiq adamları yüksək vəzifəyə təyin etmişdi, hakimlərin nəzarət üçün yanlarına naiblər təyin etmişdi, Məşəd şəhərinin yaratdığı dövlətin paytaxtı elan etmişdi, ölkəni 3 bəylərbəylinə bölmüş, Səfəv dövründə mövcud olan 4 bəylərbəyli isə ləğv etmiş və mərkəzi Təbriz olan Azərbaycan əyalətini yaratmışdı. İbrahim xanı bura başçı təyin etmişdi. Bu da hətta Şah 1-ci Abbasın mərkəzi Ərdəbil olan Azərbaycan bəylərbəylinə oxşar bir cəhətdir. Daha sonra Xorasana isə öz oğlu Rıza Qullu Mirzəni gətirmişdi hakimiyyətinə, yəni idarəsinə. Nadir şah vergi toplanmasını nizamlamaq üçün vergi bölgüsü apardı, vergi yığılmasına intizamı artırdı, ruhanilərin var dövlətin dövlət xəzinəsinə xeyrinə müsaadilə etdi. Nadir şah Əfşar dövlətinin gəliri artdı, verginin çox səsi ordunun saxlamasına xəstələnirdi hətta. İndi Nadir şah dövründə bəylərbəyli mərkəzlərinə baxaq, Məşəd, Təbriz və Şiraz şəhərləri idi. Nadir şah daxil siyasətinə, mərkəzi hakimiyyəti gücləndirmək üçün, irf və idarə nüfuzunu sarıtmaq üçün bəzi siyasəti var idi, daxili siyasəti, dövlət torpaq fondunu artırmağa çalışdı, becərilmə və sahibsiz torpaqların becərilməsinə, dağılmış soğanan sistemin təmiri üçün fərmanlar verdi. İri torpaqların nüfuzunu sarıtmaq üçün, feodal nüfuzlarını sarıtmaq üçün vətf torpaqları, maldarlara və bəzi feodallara məxsus olan bəzi torpaqları dövlətin xeyrinə müsaadilə etdi. Bütün əməkdarların dövlət tərəfindən alınmasını və onların gəlirinin hökumət xeyrinə alınması haqqında fərman verdi. Vilayətin daxili və xarici işlərinə müdaxilənin qarşısını almaq üçün bəylərbəylərə, əyalət həkimlərə və məmurlara maaşları toplamaq, bəxş etmək üzrə deyil, yəni torpaq bəxş etməklə deyil, onlara pul şəklində maaş verməklə bir tədbir həyata keçirdi. Bu isə Dehli Sultanı Əyaləttin Xilcinin, yəni Əyaləttin İlçinin gördüyü tədbirdir. Vergiləri pul almağa başladı böyük Moğol hökmdarı Əkbər Şahın həyata keçirdiyi bir siyasət və islahat idi. Nadir şah hakimiyyətinin ilklərinə daxil və xarici ticarət canlandırmağa çalışdı. Onun üçün müəyyən şəxslər hətta ciddi şəkildə cəzalandırılırdı. Nadir şahın daxili siyasət nəticəsində mərkəzi hakimiyyət gücləndi, ayrı-ayrı tayfa başçıları mövqeyi zəiflədi. İndi Nadir şahın hərbi islahatına baxaq. Rəiyyət, yəni kəndlər hərbi qulluğa çağırıldı. Nadir şah ordunun böyük hissəsini kəndlərdən təşkil etmişdi. Bu isə kənd təsərrüfatının inkişafına mühüm təsir göstərirdi və digər əsas qoşulda süvari qoşunu təşkil edirdi. Orduda artilleriyanın istifadəsi genişləndirilmişdi. Artilleriyanın bir hadisə zəmbirəklərdir. Dövlətin şimal və cənubunda eyni zamanda dənizdən təhlükəsini təmin etmək üçün İran körfəzində və Xəzər dənizində hərbi donanma yaratmağa çalışdı. Bu məqsəd ilə İngiltərə, Hollandiya, Rusiya danışıqlar apardı. Hərbi gəmilər düzəldilməsi üçün ölkədə top istehsal edən zavodlar Xəzərdə gəmçilik zavodçusunu iş etməyə təşəbbüs etdi. Lakin Səfəv dövlətinə aid olan bir sıra xüsusiyyətləri saxlamışdı. Nadir şahın hərbi islahatları nəticəsində güclü ordu yaradıldı. Lakin Osmanlı dövləti ilə yeni müharibələrin başlaması Nadir şahı İran körfəzində hərbi dövlətlər üçün donanma yaratmağa təşəbbüsü taxirə salmağa məcbur etdi. Nadir şah ölkədə yaranmış ağır sosial vəziyyətin yaxınlaşması məqsədi ilə uğurlu hərbi yürüş etməyə bir plan olaraq da nəzarətdən keçirildi. Nadir şah hərbi yürüş nəticəsində hazırlanan hər bir işi nəticəsində yəni onun gəliri dururdu.
olurdu. Və buna görə də biz əsas gəlir mənbəsi kimi həmin dövrdə nəzərə ala bilərik ki, hər bir ordunun nə edirdi? Hər bir ordunun hansısa bir əraziyə hücumu və oradan qənimət gətirməsi həmin dövlətlər üçün, yəni istehsal olmadığı üçün həmin dövlətlər üçün bir gəlir mənbəsi hesab olunurdu. İndi birinci Şah Abbas və Nadir Şah arasında oxşarlığa baxaq. Osmanlılarla qarşı müharibə oxşarlıq idi. Hərbi inzibati islahatə keçirməyə, köçürmə siyasəti aparmaları Azərbaycan adlı vahid inzibati bölgü yaratmaları, mərkəzi hakimiyyəti gücləndirmələri bunlar arasında oxşarlıq təşkil edirdi. Azərbaycanın şimali-qərbində Nadirə qarşı ilk üsyanlara baxaq. Nadir Şahın köçürmə vergi siyasətində, həmçinin feodal zülmünə qarşı çıxışlar baş verdi. Nadir Şah sənətkarı və tacirləri Xorasana köçürməsi Azərbaycanın şəhər həyatına ciddi zərbələr vurdu. Nəticədə Azərbaycan təsərrüfatı xeyli hissəsi tənəzzülə uğradı. Nadirə qarşı ilk üsyanlar isə Səfəv dövründə, yəni 1734-cü ildə Astarada, daha sonra Çar Balakəndə baş verdi. 1734-cü ildə Nadir xan Şamaxı Osmanlıları azad edən zaman şəhər əhalisinin müqavimət göstərməsinə qəzəblənərək şəhəri yandıraraq dağıtdı. Əhali isə Ağsuya, yəni Şamaxıya köçürdü. Nadir Şah hərbi yürüşləri zamanı olan vəsait üçün əhalidən vergi pulla əvəz etməsi, yəni vergi yığımını pulla əvəz etməsi Şirvanda kəndlərin mərkəzi hakimiyyətə qarşı yenidən mübarizəyə qalxmasına səbəb oldu və 1737-ci ildə Nadir Şah mərkəzi Asiyaya, Hindistana yürüş etdi. Nadir Şahın ölkədə olunmasına istifadə edən Azərbaycanın şimal-qərb bölgəsinin əhalisi 1738-ci ildə üsyan qaldırdı. Ən böyük üsyan Dağıstandan da kömək alan Çar Balakəndə baş verdi. Üsyançıların əsas mərkəzi Çingöz qalası idi. Üsyan yatırmaq üçün Çara qoşun yerindən İbrahim xan döyüşdə məğlub edilərək öldürüldü. Üsyançılar Şirvandakı bütün karvan yollarını tutdu. Bu üsyan 1741-ci ildə Nadirin özünün Çara hücumu nəticəsində güc bəla ilə yatırılmışdı. Şirvanda Samirzə üsyanına baxaq 1743-cü ildə ağır vergi siyasətindən narazı olan xalq yaxşı hökmlər arzulayırdı və 1743-cü ildə Şirvanda Səfəv sülaləsinə mənsub olduğu iddiada yalançı şəhzadə 1-ci Samirzə çıxdı. Samirzə üsyanı nə idi? Özünü Səfəv şahı Sultan Hüseynin oğlu elan etmişdi. Az müddət ərzində böyük dəstə toplamış və müttəfiqi Qazıqumul Suraq xan ilə birlikdə Yeni Şamaxıya və Ağsuya hücum edərək şəhəri tutmuşdu. Ağsuya həyata keçirilən ilk tədbirlər Nadir Şah tərəfindən qoyulmuş ağır vergiləri ləğv etmək olmuşdu. Onun bu prosesdə əhali arasında nüfuzu da artırmışdı hətta. 1743-cü ildə Nadir Şah üsyan yatırmaq üçün göndərdiyi qoşun başına Nəsir Mirzəni təyin etmişdi və Şamaxı yaxınlıqda döyüşdə məğlub olmuş, özü isə edam edilmişdi. Lakin Şirvanda hərəkət zəiflədi bilməmişdi. Üsyandan sonra Surxay xan Dağıstana qaçmışdı. Yəni Nəsir Mirzənin gəldiyi qoşun məğlub edilir, 1-ci Sami Mirzənin özü isə edam olunur. Lakin üsyan tam olaraq zəiflədilə bilmir və Surxay xan, digər başçı Surxay xan isə Dağıstana qaçır. İndi baxaq 2-ci Sami Mirzə üsyanına. Şirvanda 1743-cü ildə, 43-cü ilin sonunda Şirvan üsyanının özünü Səfəv və tarixi varisi, taxt tacının varisi sayan növbəti 2-ci Sami Mirzənin başçılığı ilə bir üsyana ev sahibliyi elədi. O Təbrizdə üsyan başçılıq etməyə cəhd göstərmiş, lakin tezliklə elə keçirilmiş, ifşa edilmişdi. Hakimiyyət onu ciddi nöqteyi nəzərdən saxlamadığı üçün azadlığa buraxılmışdı. Yəni ilk cəhd Təbrizdə olur, sonra Şamaxıya keçəcək və Şirvan ərazisində başlayacaq. Və Qazıqumul Surxay xan oğlu ilə ittifaq bağlayaraq Şirvanda mərkəzi olan Yeni Şamaxı, yəni Ağsuya ilə keçiddi. Şabran Dərbənd arasında döyüşdü. Üsyançılar Nadir Şahın qoşunlarını məğlub etdi. Bu zaman Osmanlı dövləti ilə müharibə aparan Nadir Şah məğlubiyyətdən sonra Şirvanın hadisələrini genişlənə bilməyəcəyindən narahat olduğu üçün Osmanlı ilə sülh müqaviləsi bağlayıb əsas qüvvələrini Azərbaycandakı üsyanlara yatırmağa yönəltdi. Və 1743-cü ilin sonunda baş verən Ağsu yaxınlığında döyüşdə Nəsrullah Mirzə 2-ci Sami Mirzəni məğlub etdi. 2-ci Sami Mirzə Ağsu qalasına çəkilsə, Nəsrullah Mirzə 1800 sonra Topa təşkilə qalanı ələ keçdi və 2-ci Sami Mirzə Gürcistana qaçdı. Gürcistana qaçan 2-ci Sami Mirzənin qahrıcaq etibarı Teymura dəstə alaraq Nəsrullah Mirzəyə göndərdi. Nadir Şah seçilərkən Qazax borc almağını Qırqayıqına hədiyyə etmişdi onsuz. Yəni daha da nüfuzu artır Qırqayıqla Nadir Şahın yanında. Ərdəbildə 3-cü Sami Mirzə üsyanı buna fikir verək, o iki üsyan Şirvanda Şamaxı ərazisində olub, lakin 3-cü, yəni 3-cü Sami Mirzənin üsyanı 1747-ci isə Ərdəbil və də Təbriz ərazisində olacaq. 1747-ci növbəti yalan siyasəti 3-cü Sami Mirzə başçılığı Azərbaycanın cənub vilayətlərində, yəni Ərdəbil və Təbrizdə üsyan baş verdi.
Əhalinin köməyi ilə Təbrizdə hakimiyyətə əl aldı. Nadir Şah ölümündən sonra, yəni 1747 qətl ciddi addımlar atmağa başladı. Nadir Şah tərəfindən qovulmuş idarə sistemini ləğv edib Təbrizdə bu zərb etdirdi. Azərbaycan xanlarına ailə hakimiyyətini qəbul etdirmək haqqında fərmanlar göndərdi. Azərbaycan xanları isə 3-cü Mirzənin fərmanını cavabsız qoydular. 3-cü Sami Mirzə hakimiyyətdə uzun müddət qala bilmədi, lakin tezliklə Nadir Şahın əmisi oğlu Əmraslan xan 3-cü Sami Mirzənin qoşunlarını məğlubiyyətə uğratdı və onu özünü isə edam etdirdi. İndi bura diqqət eləyək. Burada nə var? Məsələn, 1-ci Sami Mirzə 1743-cü ildə Şirvanda üsyanı başçılıq etmiş və Səfi Hakim Bəhbət yoldan mübarizə aparmışdı. Yeni Şamaxının toraq əhalinin vergiden azad etmiş və Şamaxı yaxınlığından Nəsrullah Mirzəyə məğlub olmuşdu. 2-ci Sami Mirzə də onun kimi 1743-cü ildə Şirvanda üsyanına başçılıq etmiş, məqsədi Səfi hakimiyyətini bərpa etmək idi və Yeni Şamaxı ələ keçirmişdi. Şabanla Dərbənd arasında döyüşdə qələbə qazansa da Ağsu yaxınlığı döyüşdə Nəsrullah Mirzəyə yenə məğlub olmuşdu. Və 1747-də Azərbaycanın cənubundan Nadir Şaha qarşı üsyan başçılıq etmişdi. Səfəvi hakimiyyətini bərpa etmək yolunda mübarizə aparmış və Təbrizdə bir müddət hakimiyyətə əl almışdır. Əmraslan xan Əfşar tərəfindən isə məğlub olub ölmüşdür. İndi burada baxaq, oxşar bir fərqli cəhətləri var, siz özünüz baxarsınız ona. Biz baxaq Hacı Çələbin başçılığı Şəki üsyanından 1743-46-cı illərdə baş vermişdir. 43-cü Hacı Çələbi xanın başçılığı ilə başlanmış, əsas səbəbi isə Məlik Nəcəfin qəddarlığı və ağır vergi siyasəti olmuşdur. 1743-cü Hacı Çələbi xan Şəki vilayətinin müstəqil xanlıq özü isə xan elan etmişdir. Bununla da müstəqil xanlıq yaranması əsası qoyulmuşdur. Hacı Çələbin bu addımı mərkəzi hakimiyyətə Əfşar sonrasında hakimiyyətə qarşı yönəlmiş və yeni mərhələ başlanğıcı olmuşdur. Və vəzirin vəziyyəti Nadir xan Şahı çoxunu parçalayıb bir səsiz Şəkiyə göndərmişdi və bəli, başlanğıcı oldu. Bu zaman Dərbənd, Car, Qarabağ, İrəvan bölgələri dövlətin cənub sərhədlərinin mərkəzi hakimiyyətinə qarşı çıxışa davam edirdi. Çələbi xan tezliklə Nadir Şahın ordusunun Şəkiyə yürüş edəcəyini anladığına görə görərsən qalarsan kösərək möhkəm müdafiə təşkil etdi. Nadir Şah 1744-cü ilin payızında və 45-ci ilin əvvəllərində Şəkiyə uğursuz yürüşlər etdi. Bu uğursuz yürüşlərlə üzləşən Şah Şəkiyə od vurdu və qala qarşısında 3000 döyüşçü qoyub buranı tərk etdi. Lakin qala əhalisi etibar etdiyi üçün Hacı Çələbi xan vəkil vəzifəsində qalmaq şərti ilə 1746-cı ildə Nadir Şahın hakimiyyətini tanıdı. Nadir Şaha qarşı baş verən üsyanın səciyyələri bunlar idi. Eyni vaxtda Nadir Şah başqa ərazidə olan zaman başlamışdı. Kütləvi xarakteri daşıyırdı və aydın məqsədi yox idi. Daxili ziddiyyətlər onların taleyini əvvəlcədən bəlli edirdi. Üsyançıların məqsədlərinə nail ola bilməməsi də bu üsyançıların ümumi səciyyəvi cəhəti idi. Deməli, Nadir Şah imperiyasının süqutu, Şərqin sonuncu fatihi olan Nadir Şah 1747-ci ilin iyunun 19-da sui-qəsd nəticəsində öldürüldü. Nadir Şahın öldürülməsindən sonra mərkəzi hakimiyyət ələ keçirmək yolunda mübarizələr gücləndi. Bütün Azərbaycan torpaqlarında feodal dağınıqlı dövr başladı. İran, Orta Asiya və Qafqaz, o cümlədən Azərbaycanda müstəqil xanlıqlara parçalandı. Nadir Şah Əfşarın öldürülməsindən sonra vahid mərkəzləşmiş dövlət bərpa edə bilməməsi iqtisadi və siyasi səbəbləri var idi. İqtisadi səbəbləri iqtisadi əlaqələrin zəifləməsi, siyasi səbəb isə feodal hakimlər arasında hakimiyyət uğrunda mübarizə və varis dövlətlərin müdaxiləsi idi, yəni xanlıqlar nəzərdə tutulurlar. Süqutun səbəblərinə baxsaq, xırda olaraq qrafada aramsız müharibələr idi, iqtisadi vəziyyətin ağırlaşması idi, sosial ziddiyyətlər və fasiləsiz üsyanlar idi. Xəritə hissəsinə baxsaq isə imperiya dediyi 1736 və 1747-ci ildə əhatə etmişdir. Ümumi Azərbaycan ərazisini, Mərkəzi Asiyanın çox hissəsini, hətta Hindistanın şimali qərb hissəsini əhatə etmiş və geniş bir əraziyə malik olmuşdur. Mərkəzi Məşəd şəhəri olmuşdur və diqqətlə baxsaq Məşədi görəcəyik. Mərkəzi Məşəd şəhəri olmuşdur və dedik ki, 3 əsas bəylərbəyliğinə bölünmüşdür və əsas bizə lazım olan Azərbaycan bəylərbəyliyidir, onun da mərkəzi Təbriz şəhəridir. Yəni Azərbaycan şəhəri 1-ci Abbasın dövründəki kimi mərkəzi şəhərə çevrilmişdir. Vahid Azərbaycan bəylərbəyliyi adı altında. Ümidvaram dərsimiz sizin üçün faydalı olacaqdır. Oldu, çox sağ olun.